Sual nömrə 19. Dağın ətəyində havanın temperaturu 18 dərəcə Selsi, yamacda yerləşən A məntəqəsində isə 3 dərəcə Selsi olarsa, sxemdə A məntəqəsinin yerini müəyyən edin. B məntəqəsinin atmosfer təzyiqi 660 mm civə sütunudur. Öncəliklə verilənlərə əsasən sxemi təhlil edək. Deməli, burada bizə 0 metr təqdim edib. Deməli, dağın ətəyi 0 metr yüksəklikdə yerləşir. 0 metr yüksəklik okean səviyyəsinə uyğun gəlir. Okean səviyyəsində atmosfer təzyiqi 760 mm civə sütunudur. B məntəqəsində isə 660 mm civə sütunudur. Deməli, öncəliklə bu verilmiş məlumata əsasən kəsmə yüksəkliyi müəyyənləşdirək. Belə ki, iki məntəqə arasında, yəni kənar horizontalla burada B horizontal arasındakı təzyiq fərqini tapaq. 760 çıxılsın 660 bərabərdir 100. Deməli, bu dağın ətəyi ilə B məntəqəsi arasında 100 mm civə sütunu fərq var. Atmosfer təzyiq fərqi var. Bildiyimiz kimi 1000 metrədə 100 mm civə sütunu fərq edir atmosfer təzyiqi. Yuxarı qalxdıqca atmosfer təzyiqi aşağıya düşür. Deməli, bura 0 metr yüksəklikdədirsə, B məntəqəsi 1000 metr yüksəklikdədir. B məntəqəsi 1000 metr yüksəklikdədir. Kəsmə yüksəklik 500 metr olacaq. Onda bu horizontalın hündürlüyü 500 metr olacaq və kəsmə yüksəkliyimiz də 500 metr olacaq. İndi isə temperaturdan istifadə edərək dağın ətəyi ilə A məntəqəsi arasındakı hündürlük fərqini müəyyənləşdirək. Deməli, dağın ətəyində temperatur 18 dərəcədir. A məntəqəsində isə 3 dərəcədir. 18 dərəcədən 3 dərəcəyə düşməsi üçün temperaturun 15 dərəcə düşməsi lazımdır. Yuxarıya doğru hər 1000 metrə qalxdıqca temperatur 6 dərəcə düşür aşağıya. 15 dərəcə düşməsi üçün x metr hündürlük lazımdır. X də bərabərdir 2500 metr hündürlük. Deməli, A məntəqəsi 2500 metr hündürlükdə dayanmalıdır. 0, 500, 1000, 1500, 2000, 2500. Bu horizontal, yəni 2 nöqtəsi uyğun gələcək. Bu A məntəqəsinə doğru variant Y variantı.